Hamıya salam ve Sevgi Ağayeva YouTube sayfama hoş geldiniz. Bu benim YouTube'da ilk vlogumdu. Ona göre de istəyirəm ki, əvvəlcə özümü tanıdım. 12 yaşım var, adım Sevgili, soyadım Ağayevadır. Instagramda da 14-15 minə yaxın takipçili səhifəm var. Bu benim YouTube'da yeni səhifəmdir ve ilk vlogumdur. Ona göre de xahiş edirəm bir parmak toxunuşu ilə abone olmağı unutmayın. Sizin bir parmak toxunuşunuz benim için çok büyük bir dəstəkdir. Bugün gedirik daha ve istedim ki sizler için vlog başladım. İleysə gəlin vloga başlayaq. Dostlar, hal-hazırda saat 11'in yarıdır. Mən istəyirəm tez başımı uyuyub çıxım. Daha sonra saçımı qurutum. Və dostlar, mən çimib çıxdım. Hal-hazırda saçımı darayıram. Saçımı daradıqdan sonra saçımı qurutacağım. Hazırda saçımı quruduram və yola çıxmağa hazırlaşıram. Bugün maraqlı bir gün olacaq. Birazdan yola çıxacağıq və sizə yolları göstərəcəyim. Ve dostlar, saçlarımı da kuruttum. Netice böyle oldu. Ve dostlar, indi ise yemek yeyirik. Daha sonra ise elimizi değişip makyajımızı edip hazırlaşıp evden çıkacağız. Yemeğimi yedim. İndi ise makyajımı edirəm. Yola çıkmağımıza çok az kaldı. Ve budur. Nihayet ki biz yola düştük. Yolda çalıştıkça maraqlı ve farklı yerleri sizler için çektim. Yolumuzda birçok istirahət köşeleri ve dayanacaklar var idi. Ve budur. Biz artık Qax rayonundayız. Biz artık boş bir bilis maşınının gelmesini gözləyirdik. Ve nihayet ki bilis maşını geldi. Biz de yerlerde olmadan tezlikle oturduk. Artık bilis maşını ile Şale tərəfə qalxırıq. Biz artık bilis maşınından endik. Çünkü bu yollarda bilis maşını gedə bilmir. Bu yolları herkes piyada geçir. Yolda birçok məkərə, kete satışı ve el emeği aksesuar stendi var idi. Bütün aksesuarlar göz oxşayan idi. Biz artık Şale yavaş yavaş çatırıq. Elə isə gəlin, sərin suyun səsinə baxaq. Ve dostlar, qayğılarımızı da aldıq və gedirik. Gözəl şəlaləni seyr etdikdən sonra şəlalənin yaxınlığındakı kafede oturup maxara və kətədən yedik. Bundan əlavə ayaqüstü atışdıracaq kətə və maxara güşələri də var idi. Həmçinin qurudulmuş bitki və çaylardan da. Ayaqüstü maxara yeyiləcək yurşa deyəndə bunu nəzərdə tuturdum. Həmçinin yolda gözəl əl işləri ilə də rastlaşdıq. Bu stenddə gördüyünüz bütün əşyalar əl əməyi, göz nurudur. Bunu hazırlayan dayının əlləri qolları ağrımasın. Allah qazancını və müştərilərini çoxaltsın. Şəlalədən çıxdıqdan sonra isə yollanırıq Doktor Bio Ekoparka. Bu parkda Qaxda yerləşir. Qiyməti isə çox uyğundur. Bizim getdiyimiz günün axşamı burada həmçinin 90'lar partisi olduğuna görə parkda nostalji əşyaları da yerləşirdi. Təəssüf ki bizim vaxtımız olmadığı üçün partiyə dayana bilmədik. 90'lar partisinə giriş bir nəfər üçün 5 manat təşkil edirdi. Bu da parkın içərisində olan heyvanlar. Onu da qeyd edim ki, parkda olan heyvanlar sadəcə bunlardan ibarət deyil. Bundan başqa fərqli quşlar və heyvanlar var. Sözün açığı, burada flamingo görmək məni çox sevindirdi. Çünki indiyə kimi flamingonu belə yaxından gördüyümü xatırlamıram. Daha sonra isə yollanırıq İlsu kəndində olan Ulu Körpüyə. Elə burada da yolda çalıştığım qədər sizlər üçün videolar çəkdim. Buranın dağ mənzərəli yolları isə çox gözəl idi. Dağ mənzərəli dediyim yollar indi gələcək. Buralarda artıq Ulu Körpüyə çox yaxınlaşmışıq. Biz artıq körpüyə çatdıq. Körpüyə çatan kimi elə ilk işimiz atlara əyləşmək oldu. İndi isə gəlin atın səsinə qulaq asaq. Bu ise körpünün yanında yerleşen Riviera Cafe'nin mənzərəsidir. Bu ise Riviera Cafe'nin ışıklarla bəzədilmiş bu məkan həqiqətən çox gözəl və göz oxşayan idi. Biz əyləşmək üçün buranı seçdik. Kafenin təklif etdiyi yeməklər, içkilər və fast foodlar isə bunlar idi. Kafede həmçinin dondurma və popcorn satışı da yer alırdı. Nəhayət ki artıq kafede əyləşdik. Elə tam da bizim sayımıza uyğun 2 stul boş idi. Stəkanları, qabları isə tərtəmiz. Buranın yeməklərindən həqiqətən çox razı qaldım. Çünki hamburgeri çox yerdə bəyənmirəm. Bura isə ilk dəfə daddığım yer olmasına baxmayaraq çox dadlı idi. Bu isə məşhur Ulu Körpünün mənzərəsi. Və dostlar, artıq gedirik evimizə, yəni ki Zaqatalaya. Bugün həqiqətən çox gözəl oldu. Ve gidiyoruz. Burada ise vlogu sonlandıracağım. Videonun sonuna kadar izlediğiniz için teşekkür ederim. Videoların devamı için Instagram sayfamı izlemeyi ve bu sayfaya abone olmayı unutmayın.